Salam, hər vaxtınız xeyir olsun. Hörmətli kanal izləyicilərimiz, bugün 5 sot torpaq sahəsində gözəl bir 3 otaqlı evimizin təqdimatındayım. O şəxsi ev axtaranlar 5 sot torpaq sahəsində diqqətlə izləyin, kupçalıdır, dövlət ipotekasına yararlı. Qiymətdə çox super qiymətə təklif olunur. Yəni o 5-4 otaqlar var, makler evləri, sot yarım torpaq sahəsində inşa olunmuş. Onlardan da ucuz təklif olunur. Gördüyünüz bütün əşyalardan birlikdə də təklif olunur, əşyasız da təklif olunur. Hal-hazırda ev sahibi qonaq otağın yataq otağına çevirib. Ailə kiçik olduğuna görə mətbəxdə oturdururlar. Yəni mətbəx o qədər genişdir ki, gördüyünüz kimi stol, divan, bütün əşyalar rahat şəkildə mətbəxə yerləşdirilib, mətbəxin döşəməsi də istif oldu. Gördüyünüz bütün əşyalardan birlikdə gözəl qiymətə təklif olunur. Əşyasız da 24 saat mühafizə sistemi, gözü kamera sistemi var. Pəncərələr dəmir barmaqda mühafizə olunub. Evdə 3 kondisioneri var. Hər birisi də evdə qalacaq. Bölgü gördüyünüz kimi dəhliz vasitəsindən, dəhliz çox genişdir. Əşyalardan da bilinir ki, dəhlizin nə qədər geniş olduğunu. Giriş qapısıdır. Bu hissədə yerləşir. Yataq otağından birincisi. Videonun sonunda həyətyanı sahəsini də göstərəcəm. Həqiqətən izləmədə qalın. Çox geniş həyətyanı sahəsi var. 5 sot torpaq sahəsi. Gözəl əlavə ev də tikmək olar həyətyanı sahəsində. Sanitar qovşaq, gördüyünüz kimi əşyalar hər birisi yaxşısından, bahalısından istifadə olunub. Burada yerləşir növbəti yataq otağı. Yəni şəxsi ev bu cürlədir. Çox geniş, bütün əşyalar rahat şəkildə yerləşdirib gördüyünüz kimi. Qoşa daşdan inşa olunub. Keçirik digər yataq otağının təqdimatına. Gördüyünüz bura radno yataq otaqlardır, amma digər yataq otağı isə əslində qonaq otağı olub. Ev sahibi dediyim kimi mətbəxdə oturdurduğuna görə digər otaqda qonaq otağı kimi istifadə eləyir. Mətbəx çox genişdir. Gördüyünüz kimi növbəti qonaq otağıdır. Yataq otağı da əslində dedim, qonaq otağı kimi istifadə olunub. Sadəcə ev sahibi buranı yataq otağına çevirib. Bu hissədə yerləşir qardırob otağı. Baxın, geniş qardırob otağı var burada. Belə bir qardırob var. Artıq əşyalarınızı rahat şəkildə yerləşdirə bilərsiniz bu hissəyə. Buranın aranı açıb geniş qonaq otağı da edə bilərsiniz. Gözəl bir evdir. Həqiqətən qiymət, münasib qiymətə təklif olunur. Evdə 3 kondisioner, gördüyünüz bütün əşyalardan birlikdə satılır. Təbii ki, əşyasız da satılır. Qiymət çox münasibdir. Yerləşməyini açıqlayayım. Abşeron rayonu Masazır qəsəbəsində Rahat Telekomun küçəsində yerləşir, hörmətli izləyicilərimiz. Marşrut xəttinə yaxındır. Keçirəm həyətyanı sahəsinin təqdimatına. Kupçala da xatırlatım, dövlət ipotekasına da yararlıdır. Həyətyanı sahəsidir gördüyünüz kimi, dəyərli izləyicilərimiz. Evimizin üz görünüşü, bu cürlə üz görünüşü 3 kondisionerdən istifadə olunub. Həyətə daxil olan avtomobil qapısı, Putin adı jaluzi qapısı, əl qapısı, addenlidir. Pəncərələr dəmir barmaqdan mühafizə olunub. Evin digər baxın, bu sahəsidəki geniş saxlanılıb, bağ üçün hal-hazırda ağacların böyüklüyündən bilinir ki, illərin evidir, oturuşmuş evdir. Bu həyətyanı sahəsində belə bir bisetkası da var. Uşaqların əyləncəsi üçün, digər işlər üçün istifadə eləmək olar. İstəsəniz burada əlavə evdə tikə bilərsiniz. 5 sot torpaq sahəsində sənəddə qeyd olunub, kupçalıdır. Əldamı yerləşir həyətyanı sahəsində bu cürlə. Dəyərli izləyicilərimiz, qiymət tam əşyalardan birlikdə 135 min manat. Əşyasız 115 bin manata. Yəni bugün bu torpaq sahəsində bu cürlə şəxsi ev bu qiymətə tapmaq çətindir. Əlaqə saxlayın 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.